Salam dəyərli izləyicilər. Bugün Səsimi Çıxaracam kanalında çox vacib bir mövzunu müzakirə edəcəyik. Qadınlara qarşı şiddət, zorakılıq və xəyanət hallarında qadınların hüquqları nələrdir? Onlar hansı hüquqi vasitələrdən yararlana bilərlər? Bugün studiyamızın qonağı hüquqşünas mediator Emin Qəzən. Maliyə xanım, çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Səsimi Çıxaracam proqramı ilə bağlı mən də sizi təbrik edirəm. Xeyirli uğurlu olsun. Mən sizi çoxdan tanıyıram. Şəxsiyyətinizə çox böyük hörmətim var. İnanıram ki, çox uğurlu olacaq. Və özümlə bu balaca da olsam Azərbaycanın ali qanunu olaraq bizim Azərbaycan Respublikasının konstitusiyasını sizin üçün hədiyyə gətirmişəm. Əslində burada bütün insanların, xanımların və bəylərin hüquq və vəzifələri, onların azadlıqları və s. belə deyim, hər şey qeyd olunmuşdur. Məncə onun özü böyük bir təkan olar. Bu çox böyük bir hədiyyədir, kiçik deyil həqiqətən mənim üçün. Çox dəyərli bir hədiyyədir. Təşəkkür edirəm sizə. Sağ olun, uğurlu xeyirli olsun bir daha. Çox sağ olun. Emin bəy bizə qadınların pozulmuş hüquqlarını necə müdafiə edəcəkləri barədə çox vacib məlumatlar verəcək. Emin bəy, şiddətə, zorakılığa məruz qalan qadınlar ilk başda hüquqi cəhətdən nə etməlidirlər? Hansı addımlar atmalıdırlar? Ümumiyyətlə, pozulmuş hüquqların bərpası təbii ki, ilk olaraq onu deyim ki, konstitusiyamıza uyğun olaraq hər kəs qanun qarşısında bərabərdir. Qadınlar da, kişilər də qanun qarşısında bərabərdir və dövlətin himayəsindədir. Hər bir vətəndaşın onun azadlıqları və hüquqları vardır. İlkin olaraq mən deyərdim ki, zorakılıqla rastlaşan qadın, mən tövsiyə edərdim ki, icra hakimiyyətlərində, Azərbaycan bildiyiniz icra qurumlarında qısa müddətli mühafizə orderi alması üçün müraciətlər edə bilərlər. Və bu zaman onlar 60 gün ərzində, 30 gün ərzində belə deyim, mühafizə olunur və onun icrasını yerli icra məmurları həyata keçirir. Bu zaman şiddətlə üzləşən qadın, tutalım onun keçmiş əri və yaxud da kimsə tərəfindən o şiddətə məruz qalmışdırsa, onun tutalım, misal üçün deyirəm, 50 metr məsafədən o adam ona yaxın gələ bilməz. Bunu icra məmuru icra edir. Əgər o yaxın gələrsə, onu artıq prokurorluq tərəfindən belə deyim, cinayət məsuliyyətinə və digər məsuliyyətlərə cəlb edə bilərlər və qısa müddətli mühafizə orderini uzun müddətli mühafizə orderi ilə əvəz olunur və nəticədə ilk olaraq deyərdim ki, bu cürünə məruz qalmış belə deyim, qadınlar özünü bu üsulla qoruya bilərlər. Lakin onu da qeyd etmək istəyirəm ki, insanlar hüquqdan sui-istifadə edə bilməzdir. Bu həm qadınlara aiddir, həm kişilərə aiddir. Yəni qanun qarşısında hər kəs bərabərdir. Bəzi hallarda görürsən ki, bu qadınlara da, kişilərə, ümumiyyətlə insanlara aiddir, sui-istifadə edirlər. Məsəl üçün, zorakılıqla rastlaşıb bunu şayə kimi, şər kimi istifadə edirlər. Yəni bunlara diqqət etmək lazımdır. Emin bəy, hüquqi yardımları hansı dövlət və ya qeyri-dövlət qurumları təmin edir? Mən məcazi mənada biraz zarafat eləmək istəyirəm. Mənim TikTok səhifəmdən baxa bilərsiniz. Mən onsuz hər kəsə bunu pulsuz belə deyim, məlumatlandırıram. Təbii ki, bu zarafat idi. Hüquq büroları, yəni vəkillər bürosu, təbii ki, hüquqların bərpası məhkəmələrdir. Azərbaycan Respublikasında birinci instans adlandırdığımız ilk rayon məhkəmələrinə müraciət edə bilərlər. Mən bayaq səsləndirdim, icra hakimiyyətində bir qurum var, qısa müddətli mühafizə orderinin alınması kimi. Təbii ki, polis qurumlarımız var, yəni 102 qaynaq xətlə öz fikirlərini, pozulmuş hüquqlarını barəsində məlumatlar verə bilərlər. Və ən əsası da burada mülki məsələ olduğu üçün, ümumiyyətlə, Maliyə xanım, baxın, ailə məsələlərinə gələndə, iş ailə məsələlərinə gələndə, ailə özü bir dövlətdir. Ailə ittifaqından əgər bu pozulmuş əmələ gəlibsə, siz sualınız indi ola bilər. Məsəl üçün, ailə münaqişəsi zamanı olub, hüquqları pozulub, yoxsa elə qadındır, hər hansı bir küçədəmi, yaxsa hüququ pozulub, bunlar fərqli-fərqli şeydir. Yəni, bir tərkibində cinayət hadisəsi var, yoxsa mülki hadisə var orada. Əgər qadına bir oğurluq, soyğunçuluq, belə deyim, təsirlərindən hüquq pozulub, təbii ki, buna polis baxır. Bu, polis, prokurorluq qurumlarının, belə deyim, səlahiyyətində olan məsələdir, yox, ailə məsələdirsə, burada artıq məhkəmə. Və ailə məsələsindən, ailə ittifaqından, onun pozulmasına əmələ gələn hansı pozuntu varsa, təbii ki, məhkəmələrə müraciət olunmalıdır.
Maya xanım, mən burada bir şey də əlavə eləmək istəyirəm. Yeni yaranmış çox gözəl bir təşkilat var. Bildiyiniz kimi mən də həmən təşkilatda fəaliyyət göstərirəm. Mediasiya təşkilatı, mediasiya xidməti. Bu Azərbaycan belə deyim, Respublikasının mediasiya haqqında qanunvericiliyi ilə tənzimlənən bir təşkilatdır, qanunidir. Mən də hal-hazırda Aşurun bir saylı mediasiya təşkilatının mediatoruyam. Belə bir fəxrlə, həvəslə, həqiqətən sevgi ilə o qurumda fəaliyyət göstərirəm. Bu xidmət məhkəməyə qədər mübahisələrin həllidir. Həm məhkəmə yükünün azaldılması məqsədi ilə yaranmışdır, həm də bir barışığa, yəni son şans kimi, məsəl üçün, əgər yenə deyirəm, ailə ittifaqından əmələ gəlmiş pozuntular, hüquq pozuntularını tərəflər mediasiya təşkilatlarına müraciət edərək, mediatorların peşəkarlığından istifadə edib, öz hər hansı bir pozuntularını müqavilə şəklində, razılaşma şəklində həll edə bilərlər. Yəni, bu böyük bir yeni yaranmış bir, deyərdim ki, son şansdır. Ailənin dağılmaması və yaxud da ailənin pozulmuş hüquqlarının düzgün istiqamətə yönəlməsi. Yəni, orada razılıq sazişi ilə hər iki tərəf mediatorun iştirakı ilə həll oluna bilər. İstənilən məsələ, məsəl üçün, mən təcrübəmdə belə olur ki, mənə müraciət edirlər. Hətta gəlib, təsəvvür edin ki, müraciət olunur, telefon danışıqları ilə barışırlar. Yəni, mənim üçün böyük bir fəxr. Həqiqətən tüklərim də biz oldu. Mənim üçün çox xoşdur bu. Çünki mən sevirəm bu şeyi ki, ailələrin dağılmasını istəməyən bir insan kimi. Mənim üçün ona görə də o sahəni, xidməti sevgim üçün mən mediator kimi fəaliyyət göstərirəm. Və ya gəlirlər, bəzi konfidensiallıq var. Biz orada sirr olaraq saxlayırıq. Konfidensiallıq icazə vermədiyi üçün bunu açıqlaya bilmirəm. Amma bəzi, belə deyim, üzdən bəzi şeylər demək istəyirəm sizə. Tərəflər gəlir, oturur, ən son bir prosesə baxdım. Mən onlara sual verdim ki, 19 il nailəsidirlər. Sual verdim, niyə bəs siz 19 il bir yerdə dözmüsünüz, övladlarınız var, niyə siz boşanırsınız, nəyə görə münaqişə yaranıb? Hətta orada gördüm, qadın ağladı. Lakin dedi ki, yox, mən qəti qərarlıyam, boşanmaq istəyirəm. Bunlar saziş şəklində oldu. Yəni, biz razılıq, barışıq sazişi dediyimiz bir müqavilə var. Müqavilə bağladıq, aliment, ailə məsələləri. Bilirsiniz, bu həm də onların sonradan məhkəmələrdə vaxt itirməməyinə də qənaətdir. Yəni, mediasiya xidmətlərinin belə bir üstün cəhətləri var həqiqətən. Mən də istəyərdim onu hamı öyrənsin və o xidmətdən elə bir şey yararlansın. Nəticə etibarı təsəvvür ki, saziş bağlandı, bunlar boşandılar. Aliment rəqəmi müəyyən olundu, əmlak məsələləri vardı, əmlak bölgüsü müəyyən olundu, saziş bağlandı, getdilər. Bir müddətdən sonra adamlar qayıtdı ki, biz barışırıq. Fikirlər dəyişdi. Siz təsəvvür edin ki, ancaq biz sadəcə bəlkə də insan həyatına toxunursan, orada incə bir məsələlər olur da. Yəni, o məsələlərdə də bir qığılcım olur. Bunlar barışırlar. Təsəvvür edin ki, biz onu cırdıq, atdıq da həmən razılaşma xitam protokolu ilə nəticələndi bu iş. Yəni, bu mən deyərdim ki, hər kəsə Azərbaycanda mediasiya xidmətlərindən istifadə etməyi tövsiyə edirəm. Bu əslində gözəl bir şeydir. Elə buradan da bir sual doğdu. Mən sual vermək istəyirəm sizə. Baxın, mediasiya, elə ki, necə deyim, xidməti, qurumu. Yəni, o əsasda barışan ailələrə sonra dövlət nəzarət edirmi ki, bu yəni zəhlərmi, nələrmi ki, yəni burada durum necədir? Bəli, gözəl sualdır. Baxın, Mayla xanım, bunun, mən sizə deyim ki, orada bir notariat bir qurumda girilmətər tərəflər müqavilə bağlayır. Orada bir müqavilə bağlanır. O müqavilənin 10 gün könüllü icra müddəti olur. Tərəflər məsəl üçün razılaşdı. Boşandılar, aydın məsələdə gedəcək məhkəmə. Çünki orada məhkəmə araşdırması lazımdır. Bir o hissəsi gedir. Amma digər alimentlər razılaşıblar. Məsələn, uşağın xarici ölkəyə çıxardılıb gətirilməsi, əgər himayələrində təbii ki, övladda az yaşı uşaq olduğu üçün mediasiya baxır o işə. Bunlar icra olunmasa, məsələn 10 gün ərzində bu icra olunmasa, bu zaman nə olur? Tərəflərdən hər hansı biri müqavilə şərtləri icra olunmadığına görə məhkəməyə artıq bu xüsusi icraatdır. Məsələn, uzun-uzadı baxmır. Məhkəmə bunu qanunvericiliklə 10-15 gün ərzində baxaraq həmən razılaşmanı barışıq sazişi adlandırır. O sənədi təsdiq edir. Bu zaman təsdiq olunur, qətnamə çıxır, gedir məcburi icra qurumuna, icra və probasiya şöbələrinə. Ədliyyə Nazirinin qurumu var da, orada artıq o saziş məcburi icra olunur. Kəşke hər zaman belə olsa. Təbii ki də o belə də olur. Bir dənə də sualım var sizə. Bu da yəni bəzi hallarda vacib bir... Baxın, qadınlar pulsuz
hüquqi necə deyim, yardım ala bilərlərmi və necə olur? Pulsuz, yəni dövlət hansı hallarda bunu verir? Baxın, bu biraz belə qəz məsələdir. Ümumiyyətlə, hüquqi xidmətlər indi hal-hazırda pulludur. Və bu qonorar şəklində vəkillər tərəfindən bu həyata keçirilir. Təbii hüquqşünaslıq. Məsəl üçün, mən də öz çıxışlarımda, görürsünüz, sosial şəbəkələrdə çalışıram, canlı yayımlarda köməklik göstərir. Ancaq ümumiyyətlə, bunlar pulludur. Bütün vəkillər tərəfindən həyata keçirilir. Biz o əvvəlki dövrlərdə qaldıq, Sovet hökumətinin vaxtında. Indi kapitalizmdə hər şey pullandır. Biraz bu iş məsələ, amma qadın məsləhətxanaları var da, məsələn, ailə və qadın məsləhətxanaları deyərəm ki, məsəl üçün, oralardan müraciət edib bəzi məlumatlar əldə edə bilərlər. Ümumiyyətlə, dövlət qurumunun məmurları pulsuz xidmət göstərmə, yəni pulsuz hüquqi məsləhət vermə vəzifə borcları kimi belə bir səlahiyyətləri var. Onsuz da dövlət qurumlarına müraciət edəsə, məsələn, İcra Hakimiyyətinin hüquq şöbəsi var, tutalım deyirəm, dediyim kimi, və yaxud da ki, vətəndaşlıq vəziyyətinin qeydiyyatı idarələri var və ya dediyim kimi, vəkillər, məhkəmə, oradan da icra şöbələrəcə və probasiya şöbələrində də məmurlar, icra məmurları və yaxud da dövlət məmurları deyim ki, sizə vəzifədir ki, onlar da pulsuz məsləhət versinlər. O müraciət zamanı, bəli, onlar onsuz da ondan təmin olur. Emin bəy, mənə görə boşanmaların sayının artmasının səbəbi xəyanətdir. Siz bunun barədə necə düşünürsünüz? Yəni, sizin baxış açınız nədir? Belədirmi? Siz əslində, Mayla xanım, mən bir mediator kimi çox tez-tez rastlaşdığım mövzuda, özünüz bilirsiniz, mediasiya bu dəqiqə ən çox ailə və əmək mübahisələrindən irəli gələn problemləri çözür. Və ona görə də biz təbii ki, ailə məsələlərindən inanın o qədər artım var ki, bu dəqiqə mən elə deməzdim. Tək xəyanət deyil, başqa səbəblər var, bir çox səbəblər var. Ancaq zaman məhdudiyyəti olduğu üçün hal-hazırda verilişdə mən bunu burada desəm biraz uzun olar. Əgər siz növbəti dəfə dəvət etsəniz, mən sizin tamaşaçılarınıza konfidensiallığı yenə də deyirəm, qorumaq şərti ilə onun əsas səbəblərini göstərə bilərəm, izah edə bilərəm. Çox gözəl olardı. Təbii ki, siz bizim hələ çox qonağımız olacaqsınız. Bizim üçün şərəfdir sizi studiyamızda da. Mənim üçün də həqiqətən çox xoş oldu. Çox xoşuma gəldi. Həqiqətən. Dəyərli izləyicilərim, siz də sizə maraqlı olan sualları yazın mənə. Gələn verilişlərimizdə yenə Emin bəyi çox böyük şərəflə bura dəvət edəcəyik. Çox sağ olun. Səsimi çıxaracağım proqramına bir daha uğurlar arzulayıram, Mayla xanım, təbrik edirəm. Məncə sizin bu baxıcı kütləniz artacaq. Çünki hal-hazırda Azərbaycanda qlobal bir problemdir. Qlobal problemdir. Elə bilirəm ki, bu problemin çözümündə insanlara bunu rahat göstərmək şəklində siz böyük zəhmətiniz olacaq. Yenisiniz, hiss edirəm, amma ağır bir yükün altındasınız. Uğurlar arzulayıram. Həyəcanda dəhşətdir. Çox sağ olun. Təşəkkür edirəm sizə. Dəyərli izləyicilər, unutmayın, səssiz qalmaq problemin bir hissəsi olmaqdır. Hüququnuz var, qorunmaq, müdafiə olunmaq və yenidən daha güclü bir həyat qurmaq hüququ. Kanalımıza abunə olun və daha çox qadın səsinə səs olun.